Fransada yaşayan, məskən tutan Vidadi İskəndərlini 3 nəfər şəxs öz evində səhər saat 7 radələrində hücum eləyərək 21 ağır bıçaq zərbəsi endirmiş və hətta qardaşı bildirir ki, 21 bıçaq zərbəsindən əlavə olaraq bir bıçaq zərbəsi ağciyarına, bir bıçaq zərbəsi də qaraciyarına və başına şiddətli zərbə almışdır və ağciyarına aldığı zərbə həqiqətən çox şiddətli olduğu üçün nəfəs alma problemi yaşayırdı və həkimlərin nə qədər ilkin tibbi yardım göstərməyinə baxmayaraq reanimasiya şöbəsindən sağ çıxa bilmədi. Allahdan rəhmət diləyirik və yaxınlarına, onu sevənlərə, haqq tələb edənlərin hər birinə başsağlığı ərz eləyirəm. Yəni buradan demək istəyirəm ki, bu cinayətin arxasında yalnız Azərbaycan Respublikasının qondarma prezidenti Əliyev rejiminin əli mütləq ki var və bunlar elətdirir bu şeyləri. Və İlham Əliyev və onun ətrafı, trolları düşünməsin ki, bu ölümlər, bu hədələr, bu qorxular biz siyasi qarşısını alacaq, susturacaq. Biz bu yola çıxanda, bu yola addım qoyanda biz bilirdik ki, bizim qarşımızda ölüm də ola bilər, zindan da ola bilər, təhqirlər də ola bilər və s. hallar baş verə bilər. Və bunları biz göz önünə alaraq Avropa ölkələrində cəmiyyən qardaşlarımız siyasi fəaliyyətlərini davam elətdirir və davam elətdirir. Və biz bu yolda canımızı qoyacağıq. Bir canımız var ki, o da şərəflə, ləyaqətlə Allah yolunda, xalqımın və millətimin yolunda verməyə hazıram və hazır olduğumu da göz önünə sunuram və fəaliyyətlərimə də davam eləyirəm. Bu gedişat çox çəkməyəcək. İlham Əliyevin birinci terroru deyil bu. Bir neçə dəfə bu terrorları yerinə yetiribdir və bu terrorların qarşısı mütləq şəkildə alınacaq. Bu işlərin qisası alınacaq. Tərtər hadisələrində 1767 əskərə işgəncə verərək zorlayaraq 110 dənə qazi özünü intihar elədi, yandırdı. Yüzlərlə qazi hələ də haqlarını ala bilmir. Yəni bu şeylər heç biri yaddan çıxmayıb. Necə ki, ən sonda da Vidadi İskəndərlini qətlə yetirdilər. Bunların hamısının qisası mütləq şəkildə alınacaq və bütün dünya İlham Əliyevin və onun ətrafının necə diktatura, zalım rejim olduğunu mütləq şəkildə biləcəkdir.